Burada din haqqında yorum yazmısan. Yazmısan ki, kim xristianlığı qəbul etməsə cəhənnəmə vasil olacaq. Amma profil şəklindən uyğun gəlmir deyim biləsən. Profilində siqaret şəkli var. Xristianlığı bilmirəm, xristianlıqda siqaret çəkmək halaldır, haramdır, icazəlidir, icazəli deyil. Amma İslamda siqaret haramdır. Deyim biləsən, nəzərə çatdırım biləsən. İslam dinində haramdır. O ki, qaldı yazmısan, kim xristianlığı qəbul etməsə cəhənnəmə vasil olacaq yazmısan. Bu dəlilin hardadır sənin? Hardandır bu dəlil? Hansı kitabda yazılıb ki, kim xristianlığı qəbul etməsə cəhənnəmə vasil olacaq hətta? Yəni Qurani-Kərimə baxsaq, Qurani-Kərimdə Allah Taala İslamın haqq olduğunu bizlərə bəyan edibdir, həqiqi din olduğunu. Məsələn, Əli İmran surəsində 2 dənə ayə var bu haqqda. Allah Taala buyurur ki, kim İslamdan başqa din ardınca gedərsə, o din ondan qəbul edilməz və o şəxs ziyan çəkənlərdən olur axirətdə, xüsrana uğrayanlardan. Başqa ayədə Allah Taala buyurur ki, həqiqətən Allah yanında din İslamdır. Yəni Quran açıq-aşkar İslamın haqq din olduğunu bizlərə bildirir. Allah Taala İslamın haqq din, həqiqi din olduğunu bizlərə bildirir və ayədə də bildirir ki, kim İslamdan başqa din ardınca gedərsə, o din ondan qəbul edilməz. Bəs burada yazmısan ki, kim xristianlığı qəbul etməsə cəhənnəmə vasil olacaq. Bu haqda dəlilin nədir sənin? Mən dəlil istəyirəm. Var Quranda belə bir dəlil? Xeyr, yoxdur. Hətta xristianların kitabında belə dəlil yoxdur, İncildə. Yəni İncildən bir ayə gətir, bir dəlil gətir ki, orada yazılsın ki, kim xristianlığı qəbul etməsə cəhənnəmə vasil olacaq. Yəni danışanda nəfsivə görə danışma, dəlillə danış. Mən İslamın haqq olduğunu Quranla sübut edirəm. Bəli, Quranda Allah Taala açıq-aşkar bizlərə İslamın həqiqi din olduğunu bildirir və kim də İslamdan başqa din ardınca gedərsə, o din ondan qəbul edilməyəcəyini deyir Allah Taala bizlərə.